Əli Kərimli ilə bağlı qərar verildi. Dövlət Təhlükəsizliyi Xidmətinin ƏTƏ keçirdiyi əməliyyatla saxlanılan ACS sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb. Bizim media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti ƏTƏ tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ACS sədri Əli Kərimli barəsində Səbail rayon məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ACS sədri Əli Kərimli barəsində aparılan araşdırma çərçivəsində TXT dindirilib. Onun evində axtarış aparıldıqdan sonra TXY aparılıb. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278 hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Əli Kərimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin TXT istintaq olunan cinayət işi ilə əlaqədardır. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193 2. cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunub.